Salam, hər vaxtınız xeyir olsun. Bir son xəbəri Big Az saytından sizin nəzərinizə çatdırım. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri və 2 əməkdaşı tutuldu. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri və daha 2 əməkdaşı saxlanılıb. Big Az APA-ya istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulub. Onlara Cinayət Məcəlləsinin 145.2.1, 145.2.4 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 2 və ya daha çox şəxsə qarşı törədildikdə maddələri ilə ittiham verilib. Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə alan və sonradan mərkəzi tərk edən əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanırdı. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub. Sözsüz ki, qanunlarımız alidir. Qanunlar, dövlətimiz hər şeyi çox gözəl və yaxşı bilir. Biz heç kimin həbs olunmasına sevinmirik. İnşallah tezliklə Ceyhun və digərləri azadlıqda olarlar və haqq ədalət nədirsə tezliklə öz yerini tapar. Allah Azərbaycanımızı qorusun.